Son günlər Rusiya mediasında və ictimai siyasi dairələrində Azərbaycana qarşı sərt ritorikanın artması diqqət çəkir. Səsləndirilən fikirlər artıq sadəcə siyasi tənqid çərçivəsində qalmır. Bəzi hallarda Azərbaycan rəhbərliyinə, ölkənin xarici siyasət kursuna, hətta dövlətə qarşı təhdid xarakterli ifadələrə qədər gedib çıxır. Bəs bu ritorikanın arxasında nə dayanır? Azərbaycanın müstəqil xarici siyasət kursu, Moskvanın postsovet məkanında dəyişən təsir imkanları və iki ölkə arasında son dövrdə yaranan gərginlik bu prosesin əsas səbəblərindən ola bilərmi? Rusiya tərəfindən səslənilən sərt bəyanatlara Moskvada necə baxılır? Bu suallara cavab axtararkən ilk növbədə Rusiya siyasi elitasının və ekspert dairələrinin mövqeyinə nəzər salaq. Российское государство сейчас находится в состоянии конфликта. Rusiya dövləti hazırda Ukrayna ilə münaqişə, Qərb ölkələri ilə isə siyasi qarşıdurma vəziyyətindədir. Buna görə də təbii olaraq həm rəhbərlik, həm də ekspert cəmiyyəti bu kontekst çərçivəsində Rusiyaya qarşı baş verən istənilən hadisəyə kifayət qədər əsəbi reaksiya verir. Təbii ki, Xəzər dənizində baş verən hər hansı insident, Qafqazda yaranan vəziyyət, Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginliyin istənilən formada artması bu dövlətə qarşı sərt bəyanatların səslənməsinə səbəb olur. Azərbaycan Rusiyanın müttəfiqi deyil. Buna baxmayaraq, uzun müddət ərzində Azərbaycan Rusiya Federasiyası ilə yaxşı münasibətlərini qoruyub saxlayır. Azərbaycan heç bir inteqrasiya ittifaqına daxil olmasa da, postsovet məkanında Rusiya ilə ümumi münasibətlər quraraq əlaqələri kifayət qədər yaxşı inkişaf etdirib. Digər sahələrdə də münasibətlər bu istiqamətdə davam edib. Lakin indi görünür Rusiya postsovet məkanını, o cümlədən müxtəlif növ münaqişələri qızışdırmaq yolu ilə yenidən formatlaşdırmağa çalışacaq. Bu çərçivədə təbii olaraq həm ekspert cəmiyyəti, həm rəhbərlik, həm hərbiçilər, həm də digər dairələr o cümlədən Qafqazda baş verə biləcək mümkün münaqişələrə kifayət qədər narahatlıqla reaksiya verirlər. Buna görə də Azərbaycan rəhbərliyinə və ya konkret olaraq Azərbaycan Respublikasının xarici siyasət kursuna münasibətdə müxtəlif, o cümlədən diplomatik baxımdan xoşagəlməz və tənqidi xarakterli bəyanatlar səslənə bilər. Руководство Азербайджана или в адрес конкретной политики, внешнеполитического kursa Respublika Azərbaycan. Rus politoloq Bogdan Bespalkonun fikirlərindən də göründüyü kimi, Moskvanın reaksiyasını yalnız Azərbaycan-Rusiya münasibətləri kontekstində qiymətləndirmək kifayət deyil. Rusiya hazırda Ukrayna müharibəsi və Qərblə qarşı durma fonunda postsovet məkanında baş verən proseslərə daha həssas yanaşır. Bu fonda Qafqazda, xüsusilə də Azərbaycanla münasibətlərdə yaranan istənilən gərginlik Rusiyanın təhlükəsizlik və geosiyasi maraqları prizmasından qiymətləndirilir. Lakin məsələnin başqa tərəfi də var. Rusiyanın ictimai-siyasi məkanında Azərbaycan əleyhinə səslənən bəzi fikirlər artıq geosiyasi narahatlıqdan daha çox sərt və emosional müstəviyə keçir. Bəzi ekspert və siyasətçilərin açıqlamalarında açıq şəkildə aqressiv və təhdid xarakterli ritorikaya da rast gəlinir. Bu yanaşmanın təsadüfi olub-olmadığını və hansı siyasi düşüncənin məhsulu olduğunu təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmail bu şəkildə izah edir. Bu siyasi ekspertlər Rus şovinizmin, Rusiya imperiya təfəkkürünün əyani təzahürləridir. Bu adamlar siyasi ekspert statusunda olmasalar belə, əsrlərdir İvan Grozny dövründən bugünə qədər formalaşmış Rus millətçiliyinin nümunələridir. Sovet imperiyasının çöküşünü hələ də qəbul edə bilməyən, 26 illik hakimiyyəti dövründə postsovet məkanını hədəfə çevirən Putin siyasətindən qaynaqlanan terrorçu, ekstremist mahiyyətli ekspertlərdir bunlar. Bir neçə il əvvəl bir Dumanın deputatı vardı, Delyagin. Onu çox rahatlıqla deyəndə ki, Bakıya bir atom bombası atmaqla problemlər həll olunar deyəndə, bugün bu sıravi ekspertlərin bizim sözümüzə baxmayanlar fiziki cəhətdən məhv edilməlidir, məhv etmək lazımdır çağırışları təəccüblü gəlmir mənə. Bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan Rusiya siyasəti, Rusiyanın imperiya siyasəti bugün Ukraynada 5 ildir ki, geniş miqyaslı müharibə aparır. Yaxın Şərqdə İran kimi terroru yaradan və maliyyələşdirən bir rejimi dəstəkləyir. İndi də uzaq Şərqə əl atıb, uzaq Şərqdə Yaponiyanı müharibə ilə təhdid edir. Ona görə də bu terror qüvvələrinin, terror töküntülərinin Azərbaycanı da hədələməsi, çağırışlar etməsi yenilik deyil. Bu Rus siyasətinin başqalarına, xüsusilə post-sovet respublikalarına qarşı aqressiv siyasətinin tərkib hissəsidir.
Baş prokurorluq təbii ki, doğru addım atıbdı. Vaxtilə bir Lapşin vardı. Lapşin kimlərin də anti-Azərbaycan çağırışları vardı. O necə ki o çağırışlara görə necə hüquqi yolla alındısa, ona dərs verildisə, hesab edirəm ki, bu ekstremist, terrorçu ekspertləri də beynəlxalq axtarışa verib cəzalandırmaq lazımdır ki, qalanlarına da, başqalarına da dərs olmuş olsun. Ekspertin də qeyd etdiyi kimi, məsələ yalnız ayrı-ayrı şəxslərin sərt açıqlamalarından ibarət deyil. Burada Rusiyanın postsovet məkanına münasibəti və imperiya təfəkkürünün siyasi diskursda özünü necə göstərməsi məsələsi də ön plana çıxır. Ancaq burada mühüm bir sual yaranır. Rusiyada səslənən bütün bu fikirləri Kremlin rəsmi mövqeyi kimi qəbul etmək olarmı? Beynəlxalq münasibətlər üzrə ekspert Cavanşir Altay isə hesab edir ki, bu məsələdə dövlətin rəsmi mövqeyi ilə ayrı-ayrı şəxslərin açıqlamalarını bir-birindən ayırmaq vacibdir. Birincisi artıq bu klassik media qalmaqalı çərçivəsindən çıxır. İndi bəziləri düşünə bilər ki, X hansısa bir ekspert öz şəxsi fikrini bildirir. Xeyr, heç də elə deyil. Ekspertlər ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Yüz minlərlə, milyonlarla insana təsir edirlər. Dünyanın hər yerində bu belədir, o cümlədən Rusiyada. İkincisi, beynəlxalq münasibətlərdə ritorik eskalasiya anlayışı var. Yəni tərəflər əvvəlcə siyasi bəyanatlar verirlər. Daha sonra ritorikanın sərtliyi artır və müəyyən mərhələdə artıq siyasi tənqidlə açıq təhdid və ya təhqir arasındakı sərhəd getdikcə ortadan qalxır. Hazırki vəziyyətə bu kontekstdə biz baxa bilərik. Üçüncüsü, burada önəmli bir fərq var. Biz fərdi məsuliyyət ilə dövlət məsuliyyətini ayırmalıyıq. Yəni bu şəxslərin Rusiya vətəndaşı olması, onların səsləndirdiyi fikirlərin Rusiyanın rəsmi dövlət mövqeyi olması anlamına gəlmir. Necə ki, mənim hal-hazırda səsləndirdiyim fikirlər rəsmi Bakının mövqeyi deyil. Lakin iştirakçılardan biri Rusiya Nəqliyyat Nazirinin müşaviridir. Və bu artıq deməli Moskvanın bunlar ayrı-ayrı şəxslərin şəxsi fikirləridir argumentini zəiflədir. Dördüncüsü, beynəlxalq münasibətlərdə terminologiyada, ingilis dilində plausible deniability dediyimiz, yəni birəbir tərcüməsi yoxdur deyə ingilis dilində dedim. Sadə dildə məntiqli bir şəkildə inkar edilə bilənlik. Nədir bu? Dövlət bəzən öz mövqeyini diplomatik kanallarda, rəsmi kanallarda yumşaq saxlayır. Lakin dövlətə yaxın media, dövlətin öz mediası, dövlətə yaxın ekspertlər, ictimai-siyasi xadimlər və digər qeyri-rəsmi aktorlar çox sərt mesajlar verirlər. Sonradan isə dövlət bu dövlətin mövqeyi deyil, həmin şəxsin mövqeyidir deyə bilir. Beləliklə, rəsmi diplomatiya ilə qeyri-rəsmi təzyiq arasında bir boz zona yaranır. Düşünürəm ki, biz məhz boz zonadayıq, yəni Rusiya-Azərbaycan münasibətlərində. İndiki halda Azərbaycan məhz o boz zonaya uyğun normativ sərhədlər çəkir ki, paralel olaraq həm hüquqi reaksiya verildi, Baş prokurorluq nəzdində cinayət işi açıldı, beynəlxalq axtarışa verildi, sözügedən bəyanatları, təhdidləri, təhqirləri səsləndirənlər barədə, həm də diplomatik kanallar vasitəsilə reaksiya verildi ki, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı və ona qəti etiraz bildirildi müvafiq olaraq. Yəni Bakının mesajı bundan ibarətdir ki, siyasi tənqid, siyasi fikir, hətta sərt ritorika başqa şeydir. Deməli, zorakılığa çağırış, dövlət quruluşunun zoraki yolla dəyişdirilməsi, fiziki məhvə çağırış, bunlar ayrı şeydir. Yəni, eyni kateqoriyada dəyərləndirilə bilməz. Ona görə də bir daha vurgulamaq istəyirəm ki, mediada səsləndirilən hər fikri dövlətin rəsmi mövqeyi kimi hesab etmək, qiymətləndirmək həm analitik baxımdan, həm də siyasi baxımdan düzgün olmaz. Amma konkret olaraq Rusiyada dövlət strukturları ilə, hökumət ilə əlaqəli şəxslərin bu kimi bəyanatlar verməsi, şiddətə, zorakılığa, fiziki məhvə çağırış etməsi təbii ki, qəbul edilməzdir və Moskvanın reputasiyasına zərər verir, diplomatik problem yaradır. Azərbaycanın cavabı isə təbii ki, emosional deyil, məntiqlidir, hüquqidir, diplomatikdir, eyni zamanda çəkindirmə siyasətidir, mesajdır, siqnaldır ki,
bizimlə bu ritorika ilə danışmaq olmaz. Ekspertin fikirlərində diqqət çəkən əsas məqamlardan biri də budur: siyasi tənqid ilə zorakılığa çağırış arasında sərhəddin qorunması. Çünki dövlətə yaxın şəxslərin, media nümayəndələrinin və ekspertlərin sərt ritorikası cəmiyyətə ötürülən mesajın təsir gücünü artırır. Xüsusilə də həmin şəxslərin dövlət strukturları ilə müəyyən əlaqələrinin olması bu ritorikanı artıq sıradan şəxsi fikir olmaqdan çıxarıb siyasi müstəvidə müzakirə olunan məsələyə çevirir. Beləliklə, ortada iki fərqli reallıq yaranır. Bir tərəfdə Moskvanın rəsmi diplomatik mövqeyi, digər tərəfdə isə Rusiya ictimai-siyasi məkanında getdikcə sərtləşən anti-Azərbaycan ritorikası. Azərbaycanın bu ritorikaya reaksiyası isə yalnız emosional cavab deyil. Rəsmi Bakı həm hüquqi, həm də diplomatik mexanizmlərdən istifadə etməklə sərhədlərini göstərir.